Həzrət Əli eyni zamanda böyük bir alimdir, böyük bir şairdir, yazıcıdır. Onun Nəhcül Bəlağəsi Qur'an-ı Kərimdən sonra Peyğəmbər əleyhissalamın hədislərindən sonra ərəb dilinin ən kamil, ən gözəl nümunəsidir. Hətta onun haqqında böyük ərəb şairləri, yazıçıları, alimləri Qur'an-ı Kərimdən sonra Xaliq kəlamından aşağı, məxluq kəlamından yuxarı deyilən bir məfhum var ki, Nəhcül Bəlağənin hər cümləsi böyük bir fikir özündə hasil edir. Mən inandırım ki, onun hər cümləsindən, hər babından böyük bir kitab yazmaq olar. Yəni o qədər Həzrət Əli elmdə dərin olub ki, hətta onun bir sözü var ki, mən bircə təkcə Fatihə surəsini 7 dəvə yükündə kitab şəklində təfsir edə bilərəm. Amma hanı onu anlayaq? Hanı onu böyük başa düşən? Yəni o qədər böyük bir elm sahibi olub ki, bunlar hamısı və gözəl də ona Allah Teala təbii şeir verib. Nəhcül Bəlağədən sonra onun Divan-ı Əmiri var. Çox gözəl bir alimdir. Həzrət Əlinin ədəbi fəlsəfi yaradıcılığında hələ Axşamova səhifələri, Kərqatı ehtiyac məqamlar çox. Həzrət Əli öyrənilməmiş layiqincə bir dəryadır. Qur'ana nə qədər təfsirlər yazılır və ya yenə yazılır, hələ bundan sonra deyib, dövrə görə yazılır. Hədislər açılır, müxtəlif hədislərə izahlar verilir. Həzrət Əlinin Nəhcül Bəlağəsində baxmayaraq ki, onun haqqında çox böyük şərhlər yazılır. 25 cilt.